Salam, hər vaxtınız xeyir olsun. Biz bugün 6-cı sinif coğrafiya kitabının bölmə 1.2 ölkəmizdən dünyaya və yaxud da vətənimizdən dünyaya mövzusunu izahına baxacağıq. Gəlin vaxt itirmədən mövzula tanış olaq. Azərbaycanın paytaxtı olan Bakı şəhəri mühüm elmi, mədəni və sənaye mərkəzlərindəndir. Onun sahəsi 2,4 min kvadrat kilometr, əhalisinin sayısı 2.300.000 nəfərdən çoxdur. 2023-cü ilin məlumatına əsasən neft sənayesinin inkişafı, beynəlxalq nəqliyyat yollarının buradan keçməsi, ticarət, əyləncə, turizm mərkəzlərinin mərkəzlərindən birinin olması bu ərazinin lokal, regional, qlobal miqyasda əhəmiyyətini artırmışdır. Mətni oxuduq, gəl mətni yaxından təhlil edək. Dedik, Azərbaycan paytaxtı Bakı şəhəridir. Bakı şəhərdə elm, mədəniyyət və sənaye mərkəzidir. Daha sonra onun sahəsi 2,4 min kvadrat kilometrdir. Əhalisi 2.300.000 nəfərdir. Daha sonra burada neft sənayesi inkişaf edib, sonra beynəlxalq nəqliyyat yolları buradan keçir. Ticarət, əyləncə və turizm mərkəzidir. Bakı şəhəri lokal və regional, qlobal miqyasda əhəmiyyəti artmışdır. Daha sonra dərsimizə davam edək. Azərbaycan yeraltı təbii sərvətləri zəngin ölkələrdən biridir. Burada neft, qaz, dəmir, filiz, gips, qızıl çıxarılır. Ölkəmizin iqtisadi inkişafında neft və qazın ehtiyatı mühüm rolu var. Ehtiyatlardan nəinki ölkə daxilində istifadə edilir, həm də dünyanın müxtəlif ölkələrinə də ixrac olunur. Bakı strateji mövqeyi zəngin təbii sərvətləri Azərbaycan həm regional, həm də qlobal miqyasda inkişafına təsir etmişdir. Gəlin mətni təhlil edək. Dedik, Azərbaycan yeraltı sərvətləri ilə zəngindir. Bəs bu sərvətlər hansılardır? Neftdir, təbii qazdır, dəmir filizidir, gipsdir, qızıldır. Daha sonra ölkəmizin iqtisadiyyatında daha çox neft və təbii qaz mühüm rol oynayır. Yəni ehtiyatlardan həm istifadə olunur, həm də müxtəlif ölkələrə ixrac olunur. Bakının strateji mövqeyi zəngin təbii sərvətləri Azərbaycan həm regional, həm də qlobal miqyasda inkişafına təsir edir. Daha sonra mətni oxuduq, gəlin bu sualları cavablandıraq. Birinci sualda bizə deyir ki, A və B şəkillərinə əsas sualları cavablandırın. Baxın, A şəkili budur, B şəkili budur. A şəklinin neft qurğusu B təsvirində harada aid ola bilər? A təsvirinin neft qurğusu Bakı şəhərində, yəni binalardan göründüyü kimi Bakı şəhərindədir. Bu da Xəzər sahili mövqeyidir. Yəni baxın, bu ərazidə olacaq. Daha sonra B-yə baxaq. A şəklindəki neftin çıxarılması lokal və regional təsirləri necə izah edə bilərsiniz? Yəni dedik ki, ölkəmizdə, yəni Bakı şəhərində neft təmizləmə, neft ayırma zavodları olduğu üçün ərazidə neft istehsal olunur və boru kəmər vasitəsilə digər ölkələrə satılır və digər ölkələrə ixrac olunur. Bu nəticəsində həm lokal, regional, həm də qlobal səviyyədə Bakı şəhərinin strateji mövqeyi artır. Daha sonra ikinci tapşırığa baxaq. İkinci tapşırıqda qeyd olunur ki, B təsvirinə əsasən tapşırıqlar yerinə yetirin. A-da deyir, B təsvirindəki neft çıxarılan əraziləri müəyyən edin. Gəlin müəyyən eləyək. Baxın, B təsvirində ən çox neft çıxarılır. Baxın, Abşeron yarımadasında, sonra Xəzər sahili ovalıqlarda, sonra Koroğlu ovalıqlarında çıxarılır. Daha sonra ikinci tapşırığa baxaq. B-də Azərbaycan iqtisadiyyatının inkişafında hansı amillər daha çox təsir edir? Gəlin baxaq. Mətndə də oxumuşduq ki, Azərbaycan yeraltı təbii sərvətləri ilə zəngindir. Burada neft, qaz, dəmir filizi, gips çıxarılır. Ölkəmizin iqtisadi inkişafında, baxın burada buranı diqqətlə oxuyaq. Ölkəmizin iqtisadi inkişafında neft və qaz ehtiyatları mühüm rolu var. Ehtiyatlar nəinki ölkə daxilində istifadə edilir, həm də dünyanın müxtəlif ölkələrinə ixrac olunur. Baxın, budur. Bakı strateji mövqeyi zəngin təbii sərvətləri Azərbaycanın həm regional, həm də qlobal miqyasda inkişafına təsir edir. Daha sonra C-yə baxaq. C-də deyilir ki, təbii ehtiyatlar və nəqliyyat yollarının paylanmasında ölkənin qlobal miqyasında rolunu izah edir. Gəlin baxaq. Baxın, ölkəmiz dedik ki, Xəzərin qərb sahilində yerləşir. Yəni Gəncbərə vasitəsilə Mərkəzi Asiya ölkələrini Avropaya birləşdirir. Həmçinin Avropa və Asiya qitəsinin kəsişməsində yerləşir. Azərbaycanda dedik ki, dəniz nəqliyyatı, sonra dəmir yol nəqliyyatı, boru kəmər nəqliyyatı
Dəmir yolu nəqliyyat, avtomobil nəqliyyatı inkişaf etmişdir. Bu da ölkəmizi həm lokal, həm regional, həm də qlobal miqyasda inkişafına gətirib çıxarmışdır. Daha sonra dəyərləndirmə tapşırıqlarına baxaq. Azərbaycan iqtisadi inkişafına güclü təsir edən layihələr həm ölkə daxilində, həm də dünyanın müxtəlif ölkələrini əhatə edir. Dünya ölkələri ilə ticarət əlaqələri, dair müqavilələr bağlanması ölkəmiz üçün əlverişli iqtisadi imkanlar yaratmışdır. Məsələn, neft və qazın xarici ölkələrə nəqli üçün borc kəmər layihələri həyata keçirilmişdir. Burada Bakı-Subsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzum layihələr göstərmək olar. Yəni dedik ki, ölkəmiz hansı layihələri həyata keçirmişdir? Bakı-Subsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzum layihələri həyata keçirdi. Mətni oxuduq, gəlin suallar cavablandıraq. A xəritədə nə təsvir edilmişdir? A xəritədə müxtəlif nəqliyyat yolları təsvir olunmuşdur. Baxın, sarı xəttdə dəniz nəqliyyatı, sonra bənövşə və qırmızı xəttdə buradan keçən nəqliyyat təsvir olunmuşdur. Daha sonra C-yə baxaq. Siz X məkanında olsaydınız, yəni baxın, bir sizdə olsaydınız, Y məkanının hansı yoldan istifadə edərdiniz? Gəlin baxaq. Bənövşə xəttinin uzunluğu görürük ki, 10.000 km uzunluğu var. Neçə günə tamamlana bilir? 15-20 günə. Daha sonra sarı xəttin uzunluğu 20.000 km-dir, 45-60 gün ərzində tamamlanır. Qırmızı xəttin uzunluğu isə 7.000 km-dir, 10-15 günə tamamlanır. Yəni burada həm vaxt baxımından, həm də məsafə baxımından qırmızı xətt daha ön plana çıxır. Burada nəqliyyat xərclərin azaldılması, sonra necə deyiləm, məhsulların çox daşınması üçün qırmızı xətt daha əlverişlidir. Daha sonra D-yə baxaq. Azərbaycanın yerini xəritədə müəyyənləşdirin və yerləşdirin məkanı iqtisadiyyatımız üçün əhəmiyyətini izah edin. Yəni Azərbaycan xəritədə mövqeyini baxaq. Burada qeyd olunur. Azərbaycan baxın, bu hissədə yerləşir. Yəni Avropa-Asiya qitəsinin kəşfəsində Cənubi Qafqaz regionunda yerləşir. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın.